Sabahınız xeyir olsun. Günümüz xoş olsun. Ömrümüz təravətli olsun. Bu günləri martın 4-ü. Allah hamının qəlbinin şirin arzularını versin. 2026. Maşallah. Hava günəşlidir. Qonşu üçün gedirik. Duvara kağız var. Onu şparkerlə qaşımağa. Aha. Şparker dedim, yadıma düşdü. Bu da mənim əlcəklərim. Hə, sabahları inşallah. Hə, axşam da Kürdəxanaya eşq olsun. Quran tapşırmaya dəvətliyəm. İnşallah və bax qoysa Quran tapşırmada olacaq. Sabahda Zabratda 40 var. Balamızın 40'ıdır. Hə, maşallah dünən bu xalçanı yumuşam. 10 manata yumuşam. Maşallah. Həmin bax bu evə gedirəm. Bax mənim Qalinbagirim. Kimsə bişirdiyi yeməyi reklam eləyir. Nəysə bax. Bu mənim nömrəsiz Qalinbagirim. Real. Tərtəmiz. Görürsünüz. Səliqə. Səhman. Görürsünüz. Övü təmiz saxla. Qəfildən ölüm gələr. Övü təmiz saxla. Qəfildən qonaq gələr. Təmiz. Bax, bax. Baxın. Tərtəmiz. Tərtəmiz. Arzu budur. Arzu arzularına çatmadı. Qardaş 3 gün, 4 gün gəldi. Bezdi. Yoruldu. Bax. Zibil qabına qədər. Bu da bankalardır. Bir anamız verir. Bir ehtiyaclı ailə var ona dəstək. Bu mənim sularımdır. Bu mənim təkandazımdır. Bu mənim kardonumdur. Ayaqqabılar çıxar burada. Daxil olar. İçəri. Ayağı qoyarsan içəri. Bax. Səliqə. Əyb yox. Xalçam olmasa da əyb yox. Burada da su damır. Onu da səliqə ilə qoymuşam. Bu balamın bəzək stoludur. Məktəb stolu da qoy bəzək. Xalça. Görürsünüz? Tərtəmiz. Bomboş. Tərtəmiz. Bu çörəyim. Şükür. Real. Real. Bu da nəm çəkib burada. İnşallah banyalarımı qutarım. Allah qoysa. Real. Arzu real oldu. İndi gedim Allah qoysa. Ehtiyacım var. Bu da səliqəli. Heç kimdən keçəcəyim olmadan. Bu da balamın dünən çərşənbəsi idi. Xoncasıdır. Hərəsindən 2 dənə, hərəsindən 3 dənə qoymadım gözünü yolda. Allah köməyimiz olsun. Bu da mənim atan ana. Məni atan anadır bu. Əziz analar, balalarınızı atmayın. Bu məni atdı, amma mən onu atmadım. Allah rəhmət eləsin. Dəstək olun, xahiş edirəm. İş verin mənə. Demirəm kartıma pul atın, iş verin. Qabaqda bax Quranlar tapşırılır. Gəlim Quranımızı oxuyun. Gəlim həyət üzrə işləyim. Bax indi gedirəm. Allah kömək olsun. Bir batinkalarım yaş olub. Görürsünüz, qurudumağa qoymuşam. Hələ bir kağızı təmizləyəcəyəm. Sonra kağız çəkəcəm. Əlimdən gəlir. Bacarıram. 050 454 1645 ilə əlaqə saxlayın. Yalandan zəng eləyib deməyin ki, ailə qur günə. Yalandan zəng eləyib deməyin ki, kartıma pul atacağım. Yalan danışmayın. Hər şey yaxşı olacaq. Bax, bunlar mənim heç nəyim olmuyor bu həyatda. Onu bir qonşum verib, bunu Allah bacımın canını sağ eləsin Qusarda. Bax, bunu Allah Hacı Kamranı rəhmət eləsin. Axund Hacı Kamranın qardaşı Hacı Mehdi verib. Bunu gözəl bir anamız verib. Bunları hamısını yuyub qurutmuşam. Səliqə. Bunu eşq olsun Naxçıvanlara. Eşq olsun Masallı. 2 dənə uşağa mişqa hədiyyə elədi. Bir gözəl bacımız. Eşq olsun Kürdəmirə. Banuma dəstək oldu. Siz, mən realam bu həyatda. Bax, səliqə, səhman. Evə hava vermək üçün o pəncərəni açmışam. Məndə realdır. Yaxın. Real. Bu canamazım. Bu Qur'anım. Bu salavatlar kitabım. Realam bu həyatda. Xahiş edirəm, dəstək olun. Gəlin çağırınız, gəlin zibilvizi atın. Nə olar bəyəm? Namusundan qıryətimə mən bala saxlayıram, bala böyüdürəm. Əzizim olmayaydı, saralıb solmayaydı, kaş ayrılıq olmayaydı. Qardaşı olan əziyyət çəkməz, bacısı olan əziyyət çəkməz. Amma mən təkəm. Bax, dərmanlarıma bax, dərmanlarla dolanıram.
Bax, qan dərmanlarıdır. Neynəməliyəm? Kimə deyim dərdimi? Dərdimi Allaha deyirəm. Ayın 8-i, 9-una keçən gecə, 10-u, 11-nə keçən gecə, 12, 13-ünə keçən gecə əhyələrdir. Ya əhyənin sahibi, ey kimsəsizlərin Allahı, ey yalqızların Allahı, mən də təkəm. Bu zabratda boya başa çatdım. 36 il zabratın çörəyini yedim. 36 il. Bilsə necə əziyyət verirlər, məclislərlə, əziyyətlə. Amma qanımda qusarın qan var. Bir dənə cövlan eləyirəm. 70'ləri qalıb kalları tökülür. Baxışımla viran eləyirəm. Susmağımdan yola salıram. Ax, mən buğabirciyəm. Eşq olsun sizlərə. Yolçu yolunda gərək gedim, mən də gedim, tez gəlim. Allah heç kəsin gözünü bu qapıda qoymasın. Gözü qapıda qalanlardanım. Yox, Zaur kimi qardaşlar mənə sahib durdu. Yasəman xanım, Ruslan doktor, Müğənni Ayşə xanım, Nəcibə ana, Sevda ana, Zabratın dəyərli anaları, hacıları zəng edir. Yetim necəsən? Bir dənə qutu gəldi. Yetim necəsən? Bir dənə qutu gəldi. Yetim necəsən? 20 manat pul gəldi. Bax, o Nəcibə ananın belə qadasını alım. Belə başına dönüm. Var olun. Allah heç kəsin gözün qapıda, heç kəsin qulağı pis sözlərlə eşitməsin. Ramazan bayramımız mübarək olsun. Qəribə, bir kəsim yoxdur. Bu xalçıya sarılıb gedəndə Zabratımın mərd oğlunun çiynində qəbrə gedəcəm. O da mənə qismət ola. Eşq olsun Zabratlılara, eşq olsun Bakının 32 kəndinə, eşq olsun Qusarıma. Dəstək olun.